Salam hər kəsə. Azərbaycan Respublikasının iqtisadi rayonlarının bir hissəsinə baxmışdıq. Birinci hissə olaraq paylaşmışdım onu. Şəki-Zaqatala, Quba-Xaçmaz, Dağlıq Şirvan, Abşeron Xızı və Bakıya baxmışdıq. İndi isə davam edirik Qazax Tovuzla. Qazax Tovuz iqtisadi rayonumuzda Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir inzibati rayonları, Eləyin adlı şəhərlər, həmçinin Tovuzda əlavə Qovlar şəhəri var idi. Bu o deməkdir ki, Qazax Tovuz iqtisadi rayonunda şəhər sayı rayon sayından üstündür. Həmçinin bu Qazax Tovuz iqtisadi rayonumuz həm şimaldan və ya da şimal-qərbdən deyə bilərik, Gürcüstanla sərhəddir, həm də Ermənistanla sərhədə malikdir. Qazax, Ağstafa, Tovuz həm Gürcüstan, həm Ermənistan, yəni iki ölkə ilə sərhəd olanlardır. Gədəbəy yalnız Ermənistanla sərhəddədir, Şəmkir isə heç bir ölkə ilə sərhəddə deyil. Daha sonra əsas burada nə bilmək lazımdır? Bilirik ki, Qazax Tovuzda belə deyək, əsas faydalı qazıntılar elə Respublikanın bütün iqtisadi rayonlarında olan tikinti materiallarıdır. Daha sonra Qazaxda Daşsalahlı kəndində bentonit gili var, hansı ki bundan metallurgiyada metal tökmə, yəni qəlib kimi istifadə edirlər bunda, metalın tökülməsinə. O da davamlıdır. Ona görə də qəlib kimi istifadə olunur metal tökmədə. Daha sonra biz demişdik Ağdağda, Tovuzda Ağdağ seolit yatağı var idi. Gədəbəydə Qoşa və Qoşa qızıl yatağı idi. Bir də həmçinin Qaradağ mis yatağı da var idi. Deməli bu ərazi həm dağlıqdır, həm düzənlikdir. Dağlıq hissəsində deməli yay otlaqları var, düzənlik hissəsində qış otlaqları var. Həmçinin bu hissə, yəni Ceyrançöl hissəsi çox az məskunlaşmış ərazisidir, amma digər ərazilər daha yaxşı məskunlaşıb və burada qeyd etmək lazımdır ki, Qazax Tovuz dediyi Gürcüstanla sərhəddədir və bizim də əsas xaricə gedən bir sıra neft kəmərlərimiz ki var, neft, qaz kəməri, dəmir yolu, o da hamısı buradan keçir, yəni Qazax Tovuzdan keçir. Həmçinin biz qeyd etmişdik ki, Ağstafada böyük kəsik dəmir yol keçidi vardı, gömrük keçid məntəqəsi var idi Gürcüstana. Bir də deməli Bakı, Tbilisi, Ceyhan, daha sonra Bakı, Tbilisi, Ərzurum. Bakı Tbilisi Ceyhan neft kəməridir, Bakı Subsa neft kəməridir. Amma Bakı Tbilisi Ərzurum və Tanap isə qaz kəmərləridir. Hər ikisi buradan keçir. Həmçinin burada Bakı Tbilisi Qars dəmir yolu xətti də baxın elə buradan keçir. Biz elə bunlara Gəncə Daşkəsəndə deyəcəyik. Çünki həmin yol gəlib Gəncə Daşkəsəndən keçib getməlidir Qazax Tovuza, oradan da Gürcüstana, oradan da Türkiyə və Qaradəniz sahillərinə. Daha sonra və elektrik enerjisi olan tələbat necə ödənir? Bilirik ki, burada Şəmkir, Kür çayı üzərində Şəmkir su anbarı var. Şəmkirçay su elektrik stansiyası var, onun hesabına ödənilir. Daha sonra burada üzümçülükdür, kartofçuluqdur, taxılçılıq, heyvandarlıq əsas ixtisaslaşma sahələridir. Əlverişli təbii şəraiti var, mineral bulaqları var, meşələr var. Bu da təbii rekreasiya ehtiyatları deməkdir. Daha sonra Kürboy Tuğay meşələrinin qorunduğu Qarayası qoruğu var. Bunları qeyd eləyə bilərik. Daha sonra keçək Gəncə Daşkəsən iqtisadi rayonumuza. Bura daxildir Samux, Goranboy, Göygöl və Daşkəsən rayonları. Həmçinin Gəncə şəhəri və Naftalan şəhəri, hansı ki bu Gəncə və Naftalan Respublika əhəmiyyətli şəhərlər hesab olunur və Gəncə şəhərini biz qeyd etmişdik ki, Samux və Göygöl rayonları arasında yerləşir. Bir də burada Goranboyda Naftalandan əlavə Dəliməmmədli şəhəri var idi. Yəni burada şəhər sayı təbii ki, rayon sayından üstündür. Belə deyək, 1, 2, 4 rayonu var buranın. Daşkəsən, Göygöl, Goranboy, Samux. Amma şəhər olaraq isə elə yenə Daşkəsən, Göygöl, Goranboy, Samux şəhərləri, əlavə olaraq 5-ci Gəncə şəhəri, 6 Naftalan şəhəri, 7 Dəliməmmədli şəhərləri var. Yəni 7 şəhərdir. Burada görün nə qədər üstün oldu şəhər sayı rayon sayından. Həmçinin Samux rayonunun Gürcüstana çıxışı var, Daşkəsən rayonunun isə Ermənistana çıxışı var və yəni sərhədi mövcuddur. Yəni Göygöl, Goranboy rayonları, həmçinin Gəncədir, Naftalan bu şəhərlərin isə xarici ölkəyə çıxışı yoxdur. Gəncə Daşkəsən çox əlverişli yerdə yerləşir, belə deyək. Buranın da həm düzənlik, həm dağlıq ərazisi var. Bu o deməkdir ki, burada həm yay otlağı, həm qış otlaqları var. Həmçinin burada əsas qeyd etmək lazımdır ki, dəmir filizi ehtiyatları var. Bizdə dəmir, yəni qara metallurgiyanın əsas xam malı Daşkəsəndədir. Daşkəsəndə deməli Daşkəsən, daha sonra Dəmiroğlu, Hamançay dəmir filizi yataqları vardı ki, bunun da hesabını Azərbaycanda burada qara metallurgiya inkişaf eləyib. Həmçinin daha sonra burada biz qeyd etmişdik, Zəylik
Alünit yatağı var idi. Alüminium bilirik ki, alünit boksit və yaxud da nefeldən hazırlanır. Hansı ki, o Azərbaycanda alünit ehtiyatı var və burdan çıxarılan deməli, Gəncədə bilirik ki, alüminium oksid burada bir zavod fəaliyyət göstərir. Hansı ki, burada alünitdən alüminium oksidi alınır, daha sonra göndərilir Sumqayıta ki, belə deyək də, saf alüminium alınsın, alüminium məhsulları istehsal olunsun. Daha sonra burada qeyd etmək lazımdır dediyi əsas yolların üzərində yerləşir. Yəni Qazax Tovuza gedən bu Bakı-Tbilisi-Ceyhandır, Bakı-Tbilisi Ceyhanla Bakı-Subsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum, Tanap qaz kəmərləri, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu hamısı Gəncə daşıyıcısından keçməlidir ki, sonra Qazax Tovuzdan keçib getsin Gürcüstan ərazisinə. Bunları da qeyd etdik. Daha sonra bura rekreasiya ehtiyatları olduqca zəngindir. Belə ki, biz bilirik burada Göygöl var, Hacıkənd, burada Xoşbulaq istirahət mərkəzi. Daha sonra müalicəvi neft var Naftalanda, orada istirahət mərkəzidir. Daha sonra mineral bulaqlarının olması, dağlıq ərazi, yəni əlverişli rekreasiya imkanlarına malikdir bura. Həmçinin burada hansı sənaye sahələri var başqa? Dedik, qara və əlvan metallurgiyanı, tikinti materialları onsuz da hər yerdə var. Burada da var. Daha sonra barit yatağı var məsələn Göygöldə, bunu da qeyd etmək lazımdır. Daha sonra Samux rayonunda biz demişdik burada Eldar oyuğu var idi. Eldar şamı qorunurdu orada. Daha sonra enerji olan tələbatını təbii ki, burada Samuxla Şəmkir arasında biz demişdik, Azərbaycanın çaylarının keçəndə ki, burada Yenikənd su anbarı var. Yenikənd su elektrik stansiyası, həmçinin Gəncə istilik elektrik stansiyası hesabına ödənilir. Daha sonra burada təbii ki, şəhər əhalisinin payı daha yüksəkdir. Ümumiyyətlə Azərbaycanda üç iqtisadi rayon var ki, biri Bakıdır, biri Abşeron, bir də Gəncə Daşkəsəndir ki, şəhər əhalisi daha üstündür, daha çoxdur. Yəni urbanizasiya səviyyəsi yüksəkdir burada. Amma belə deyək, təbii artım isə daha aşağıdır. Hər 1000 nəfərə 1,1 nəfərdir, belə deyək. Daha sonra burada şərab, süd məhsulları istehsal olunur. Pambıq təmizləmə, xalçaçılıq burada inkişaf etmişdir. Sonra keçək Qarabağ iqtisadi rayonuna. Qarabağ iqtisadi rayonu deyə bilərik ki, Azərbaycanda olan bu 14 iqtisadi rayon arasında ən böyük iqtisadi rayonumuz, sahəsi də 8,99 min kvadrat kilometr olan bu Qarabağ iqtisadi rayonudur. Tərkibinə daxildir Tərtər, Bərdə şəhərləri, daha sonra Qarabağ iqtisadi rayonu haqqında da qeyd etdik ki, Azərbaycanın ən böyük iqtisadi rayonudur. Həmçinin ən çox inzibati rayonu olan da iqtisadi rayondur. 9 inzibati rayon daxildir bura. Hansılardır? Tərtər, Bərdə. Baxın, bu Kəlbəcərlə Tərtərin bir hissəsi burada Ağdərə rayonu artıq qeyd olunur. Deyirik ki, 67 rayonumuz var Ağdərə ilə birlikdə. Ağdərə, Ağdam, Ağcabədi, Xocalı, Xocavənd, Füzuli və Şuşa rayonlar bura daxildir. Həmçinin Xankəndi şəhəri burada var. Biz demişdik ki, Respublika əhəmiyyətli şəhərlər sırasında Xankəndi, eyni zamanda Şuşa şəhərləri var idi. Həmçinin bilirik də, yəni Xankəndi şəhəri hər hansı bir rayon mərkəzi deyil. O Respublika əhəmiyyətlidir. Yəni Respublikaya tabe olan şəhərdir. Hansı rayonun mərkəzi olan şəhərlərdən deyil. Deməli, Qarabağ iqtisadi rayonu haqqında qeyd edə bilərik ki, Azərbaycanda əhalisi ən çox olan iqtisadi rayon Bakı idi, daha sonra Lənkəran, Astaradır, təbii artım çox olduğuna görə. Bakıda isə mexaniki artıma görə idi. Bakı, Lənkəran, Astara, daha sonra isə Qarabağ iqtisadi rayonudur. Həmçinin Qarabağ iqtisadi rayonunun daxil olan rayonlardan təkcə Füzulinin xarici ölkəyə, yəni İrana çıxışı var. Digər rayonlarının, inzibati rayonlarının xarici ölkəyə çıxışı yoxdur. Əsas yollarından biri odur ki, bu ərazi bilirik işğal altında olan, yəni hərsi bir qədər buradan qərbdə olan ərazi, yəni Tərtər, Ağdam, Xocavənd bunların bir hissəsi işğal altında olan ərazilər idi və işğaldan azad olunandan sonra burada Tərtərdə olan Sərsəng su elektrik stansiyasıdır. Daha sonra daha doğrusu artıq o Ağdərənin ərazisində hesab olunur, Sərsəng su elektrik stansiyası. Daha sonra Tərtərdə Suqovuşandır. Suqovuşan 1, Suqovuşan 2 su elektrik stansiyaları var burada fəaliyyət göstərir. Daha sonra burada qeyd etmək lazımdır nəyi?
Faydalı qazıntılardan, bu ərazi əsasən qeyd etmək olar tikinti materiallarına, zəngindir, bir də mineral bulaqlarla zəngindir. Məsələn, Şuşada, Turşsu, Şırlan, daha sonra, İsa bulağı var idi. Bunları qeyd eləyə bilərik. Həmçinin həm düzən ərazisi var, həm dağlıq ərazi var. Bu o deməkdir ki, düzən və dağlıq olduğuna görə burada həm yay otlaqları var, həm qış otlaqları var. Daha sonra burada ən vacib məsələlərdən biri Füzulidə açılan beynəlxalq, hava limanını deyə bilərik. Füzulidə hava limanı açılıb. Həmçinin, yeni bilirik ki, bu torpaqlara artıq əhalinin, böyük köçü, yəni böyük qayıdış adlandırılır. Burdan məcburi köçkünlər, yəni məcburən çıxıb getmiş insanlar hal-hazırda burada yenidən qurma işləri həyata keçirilir və geri qayıdır. Məsələn, bu yol əsas burada yollardan biridir ki, Füzuli, Xocavənd, Xocalı, Şuşadan keçən, yəni Füzuli-Şuşa yolu olan Zəfər yolu salınıb. Bu da elə böyük qayıdışda mühüm rol oynayan yollardan biridir. Daha deməli, hansı rayonlardır, bunu mütləq bilmək lazımdır. Füzuli, Xocavənd, Xocalı, Şuşa. Bu Zəfər yoludur. Həmçinin burada Xankəndindən Yevlaxa doğru da deməli Xankənddən Yevlaxa dəmir yolu xətti gedir. Bunu da qeyd etmək lazımdır. Daha sonra su anbarlarına, yəni su elektrik stansiyalarından Şuşada Zarıslı çayı üzərində olan Zarıslı su elektrik stansiyasını da qeyd etmək lazımdır. Həmçinin burada Ağdamda Ağdam Sənaye Parkı yaradılmışdır. Bunlar da hamısını qeyd etmək, bilmək vacibdir. Daha sonra keçirik Şərqi Zəngəzur İqtisadi rayonuna. Bura daxildir Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl. Burada Zəngilan iki ölkə ilə, yəni iki xarici ölkəyə çıxışı var, həm Ermənistana, həm də İrana. Digərləri isə Kəlbəcər, Laçın, Qubadlı yalnız Ermənistan, Cəbrayıl isə yalnız İranla həmsərhəddir. Və burada qeyd etmək lazımdır ki, bu ərazi Qarabağ Vulkan yaylasına yerləşir. Məsələn, Kəlbəcər, Laçın. Bura zəngin filiz ehtiyatlarına malikdir. Məsələn, biz demişdik Kəlbəcərdə söyüdlü zod, qızıl yataqları var idi. Həmçinin xromit yataqları var idi. Deməli, Laçında Gilgəsçay, Narzanlı, Kəlbəcərdə deməli, xromit yataqlarından Göydərə, daha sonra Laçında ipək, bunları qeyd etmək lazımdır. Daha doğrusu Kəlbəcərdə Göydərə, Laçında ipək, xromit yataqları idi. Kəlbəcərdə Ağyataq, Şorbulaq, Lövçay, deməli, civə yataqları idi. Bir də Laçında Gilgəçay, Narzanlı civə yataqları idi. Bunları doğru qeyd eləyək. Daha sonra Zəngilanda Vecnəli qızıl yatağı var. Daha sonra bir sıra mineral sular var. Məsələn, Kəlbəcərdə isti suyu qeyd eləyə bilərik. Laçında Minkəndi qeyd eləyə bilərik. Daha sonra burada Bəsitçay qoruğu var Zəngilanda. Bunları qeyd etmək olar. Və burada Zəngəzur dəhlizinin açılması bizim Naxçıvanla quru yolumuzun olmasına asanlaşdırır və bizim iqtisadiyyatımızı daha da gücləndirəcək bu. Kənd təsərrüfatına isə baxdıqda burada qeyd edə bilərik ki, üzümçülük, tütünçülük, meyvəçilik, daha sonra taxılçılıq, maldarlıq burada və sair inkişafına əlverişli şərait mövcuddur. Qoyunçuluğu və arıçılığı da qeyd etmək lazımdır. Elə Qarabağda da həmindir, eyni demək olar ki, üzümçülükdür, taxılçılıqdır, daha sonra meyvəçilikdir, maldarlıqdır. Bunları qeyd eləyə bilərik.